Salam. Bugün biz bir balaca teoretik bir materialı nəzərdən keçirəcəyik. Deməli, bu material Cisco Voice Unified cihazlardan olacaq. Yəni, bildiyiniz qədər biz indiyənə qədər Cisco Call Manager Express üzərində ancaq işləmişik. Call Manager Express CM'i bu avadanlığın köhnə adıdır. Yeni adı Cisco Unified Communication Manager Express'tir. Ümumiyyətlə, belə baxsaq, əsasən Voice-da istifadə olunan iki növ cihazdır. Biri Cisco Unified Communication Manager, köhnə adı Cisco Call Manager və Cisco Unified Communication Manager Express, köhnə adı Call Manager Express'dir. Fərqi deməli nədədir? Call Manager Express ISR platformunda üzrə çalışır. Yəni, adi sadə routerdir. Misal üçün 2691 ya da 2611 və s. Ancaq CUCM, yəni Cisco Unified Communication Manager, Linux-based bir platformdur. Yəni, bu tam bir server kimi çalışır. Dell yaxud IBM server üzərində və təbii ki, bunların imkanları da fərqlidir. Call Manager Express maksimum 240 IP fon dəstəkləyir. Amma əslində mən bunu yoxlamaq sizə məsləhət görməzdim. Maksimum bir 100 dənə telefon fiziki çalışa bilsə, bir router üzərində bu böyük bir şeydir. Ancaq Call Manager Express, Call Manager isə, yəni CUCM 30.000 telefona qədər dəstəkləyir. Bundan əlavə də bir xeyli produkt Cisco'dan var, hansı ki bu Voice-a aid olan bir produktlardır. Ümumiyyətlə, Cisco saytında baxsınız, Unified Communication-a aiddir. CCNA Voice kursunda 4 dənə produkt nəzərdən keçilir. Call Manager Express, Call Manager və Cisco Unified Connectivity, voicemail üçün və Cisco Unified Presence. Əsasən IM Instant Messenger üçün istifadə olunur, kalendarla, yəni Presence Application kimi istifadə olunur. Biz əslində ancaq Call Manager və Call Manager Express ilə işləyəcəyik. Gördüyünüz kimi bu CUCM Call Manager'ın ana səhifəsidir. Latest Manager və CUCM özü. Buna daxil olar ki, burada 3-4 növ konfigurasiya option var. Reporting, Administration, Disaster Recovery sistemi, servislər və Operation System Administration. Əslində, yadınızdadırsa, Call Manager Express-i idarə etmək üçün biz Telnet vasitəsilə qoşulurduq. Call Manager isə, yəni, tam web üzərindən administration olunur. Yəni, Telnetlə ya da ki, SSH-ilə qoşulmaq olar, ancaq çox cüzi bir parametrlər değişilə bilər Telnet sessiyadan. Həmin o parametrləri Cisco Unified OS Administration-ı seçsək, buradan da həmin o göstəricilər, parametrlər değişə bilərik. Gördüğünüz gibi IP. Gördüğünüz kadar əsas
hostayda olan seçenekler. Time Saver. Versiyası vesaire. Aslında bütün bu seçenekler, yani bütün bu konfigürasiya Call Manager installation vaxtı quraşdırılır. Təbii ki, məndə bu server VMware platform üzərində çalışır, gördüyünüz qədər. Unified Service Ability, bu çox vacib bir konfigürasiya səhifəsidir. Burada Call Manager'ə layiq olan servislər baxmaq olar. Service Activation, yəni misal üçün bəzi bu servislər deaktiv olan vəziyyətdə sistem demək olar ki, çalışmayacaq. Yəni nə telefon registrasiyadan keçəcək, nə user əlavə eləmək olacaq, nə də təbii ki, zəngdə keçməyəcək. Gördüyünüz qədər hamısı yox, cəmi bir neçə servis aktivdir. Ona görə ki, hər bir servis təbii ki, sistemə əlavə bir yükdür. Bizdə də bu VMware üzərində çalışdığı deyənə görə, yəni tam server deyil, gücü çatmaya da bilər. Əsas biz işlədiyimiz konsol Unified CM Administration'dır. Gördüyünüz qədər 48 gün lisenziyanın vaxtı qalıb. Bu lisenziya ümumiyyətlə demo versiya lisenziyası istifadə olunub. Load edək. Ana səhifəsindən Cisco Enterprise License Manager'da keçmək olar. Yəni əgər siz özünüz bu Call Manager evdə installation etsəz, lisenziya yükləmək üçün Enterprise License Manager keçib License Manager keçin. Deməli, burada hal-hazırda lisenziya quraşdırılıb, ancaq sizdə bu əslində olmamalıdır. Bunu almaq üçün Generate License Request-a keçməlisiniz. Bu request-i save edəndən sonra keçirsiniz Cisco License Registration saytına. Okay. Product type bizde
Unified Computing and Service. Voice and Unified Communication özür dilerim. Bura keçilsiz. Ve burada Cisco Unified Communications Demo License. Yani imtihana hazırlaşmaq üçün kifayət qədər vaxt verilir. Burada deməli seçilsiz. Gördüyünüz qədər mən tərəfdən bu license artıq bir neçə dəfə download olunub. Cisco Unified Demo License. Gördüyünüz qədər versiyalar da müxtəlifdir. Yəni 6-dan 8-ə qədər və 9, bizdə 9-cu 9.1 versiyasıdır. Paste, yəni bu lisenziya reklası da bura daxil olunur. Next. Bir dənə demo license. Email adres vesaire. Get license. Evet, gördüğünüz kadar lisenziya bizim göstərdiyi registrasiya olduğu mail adresi göndərilir. Salam. Gələcəkdə bu lisenziya əldə etdikdən sonra onu bura daxil edə bilərsiniz. Install license file. Və buradan faylı seçib instalyasiya edə bilərsiniz. Gördüyünüz qədər mən artıq bir neçə dəfə bu license faylı sistemi upload etmişəm. Mesela bundan sonra rahat bir neçə ay bu Cisco Unified Communication Manager ilə işləyə bilərsiniz. Yəni mən dediyim qədər imtihana hazırlaşmaq üçün kifayətdir. İzlədiyinizə görə təşəkkür edirəm.